Libraf kitab evində Rəşad İbrahimovun Ruhlandıran layihələr, idarə etmə incəsənəti kitabının təqdimatı keçirilib. Təqdimatda yazarın qələm dostları, yaxınları, həmkarları, ictimaiyyət nümayəndələri və oxucular iştirak ediblər. Mimta Yayımları tərəfindən nəşr olunan kitab layihə idarə etməsində zamanlama ilə bərabər komandanın ruhlandırılması, eyni zamanda qarşı tərəflərlə daha pozitiv əlaqələrin qurulması bacarıqlarından bəhs edir. Kitab həm Azərbaycan, həm Rus dillərində nəşr edilib. Bu yaxınlarda isə ingilis dilindən tərcümə edilməsi də gözlənilir. Layihənin istənilən layihəyə başlamaq üçün son günü təyin edəndə siz o layihəyə uğurlu gəlib çata bilirsiniz. Düşdük ki, onun hamısını anladım ki, onları bir yetsaq yaxşı olar. Beləliklə, kitab ərsəyə gəldi və kitabda düz siz vurğulayırsınız ki, biz çalışır görünən daha nəbələtçi. Uğurlar arzulayıram və inanıram ki, bu işimiz uğurlu olacaq bir yerdə. Bu mənim üçün birinci addım idi. Həm kitab yazarı kimi, həm peşəkar biliklərimi paylaşan insan kimi, həm də birinci səfər idi ki, belə bir atmosferə düşdüm. Gözlənilməz oldu, biraz həyəcan oldu, amma yenə də çalışdıq kitabımız haqqında danışaq və içərisindəkilər barədə. İçərisindəkilər hər kəsə maraqlı olacaq, hər bir halda. Həm insanlar, oxucu üçün, həm peşəkarlar üçün, həm bu yolu yeni start verənlər üçün düşünürəm ki, ən yaxşı bilik toplusudur. Ən vacibi odur ki, mənim üçün kitabı incələdikcə, artıq deyir o retrospektiva deyək də, etdikcə başa düşürəm ki, bu kitabın içərisində mənə 5 il, 6 il ərzində verilən sualların hamısına cavabdır. Yəni, əgər siz belə baxsanız, orada istədiyiniz cavabı da tapa bilərsiniz. Həm də biraz strukturlu da yanaşsaq, orada mentorlar üçün, mentilər üçün, yəni yeni başlayanlar üçün bir yol xəritəsi, peşəkarlar üçün lazımi bilik mənbəyi, şablonlar və s. Eyni zamanda layihə idarə olunmasına 3 girişdən açıqlama vermişik. Həm proses artefaktlar yönümündən, həm insanlar yönümündə bu insanları necə idarə etmə, necə işləmək lazımdır, hansı kompetensiyalara diqqət yetirmək lazımdır və üçüncü, bugünün aktual mövzusu dayanıqlıq mövzusundan giriş etmişik. Və bunların hamısı bir arada yığılıb mənim hər bir sahədə etdiyim layihələrin bir nümunələri kimi orada кейslər vermişəm ki, siz onu edə də bilərsiniz, öz fikirlərinizlə, mənim təcrübəmlə də faydalana bilərsiniz. Bugün layihə idarə etməsi sahəsində öz sözünü demiş mütəxəssislərdən olan Rəşad İbrahimovun Ruhlandıran layihələr, idarə etmə incəsənəti kitabının təqdimatı oldu. Biz Mimta Yayımları olaraq bu kitabı nəşr etməkdən qürur duyuruq. Çünki kitab öz sahəsində həqiqətən yeni həll etmə yolları təklif edir. Kitabın elə öz içərisində layihə hazırlamaq, nümunələrin də verilməsi düşünürəm ki, bu kitabın uğurlu olacağını deməyə əsas verir. Müəllif bu kitaba müəyyən qədər idarə etmənin biraz da incəsənət olduğunu baxımından yaxınlaşıb. İstər bu sahədə yeni addım, yəni istərsə də peşəkarlar üçün kifayət qədər faydalı kitabdır. Kitab Rus və Azərbaycan dilində eyni vaxtda nəşr olunub və bu yaxınlarda da ingilis dilində nəşr olunması nəzərdə tutulur. İnanıram ki, uğurlu olacaq və bizdə hələ gediləsi çox uzun yolumuz var. Kitabın çox maraqlı olduğunu düşünürəm, hətta əminəm. Çünki biz Rəşad bəylə çoxdan tanışıq və onun uğurlu layihələrin idarə olunması və bəhs kitabında qeyd etdiyi kimi planlaşdırılması və həmin o qeyd olunmuş müddət ərzində onun çatdırılması, qarşıya çıxa biləcək çətinliklərin, çağırışların öhdəsindən necə gəlmək lazımdır kimi tövsiyələri çox qiymətlidir və insan resurslarında uzun müddət işləyən bir şəxs olaraq mənə elə gəlir ki, insan faktoru burada çox böyük rol oynayır. Layihəyə yanaşma, layihənin düzgün qiymətləndirilməsi və həmin o düzgün qiymətləndirilib risklərin müəyyən etdikdən sonra realistik zaman çərçivəsinin qoyulması baxımından bu kitab çox dəyərlidir.